Salam, hər vaxtınız xeyir. Bugün sizə güvən test toplusundan bölümü 6-nın test izahını verəcəm. Başlayırıq birinci sualdan. Proqramın yüklənməsi deyiləndə nə nəzərdə tutulur? Deməli, burada bizim qarşımıza çıxacaq yüklənmə anlayışı, endirilmə anlayışı. Bəzən endirilməyə həmçinin quraşdırılma da deyilir. Bunların fərqi nədir? Əgər biz internetdən və ya başqa hansısa bir resursdan kompüterimizə nəyisə əlavə ediriksə, bu olur endirmə. Onun quraşdırılması, endirilməsi. Yox, zaten kompüterimizdə var olan, kompüterin xarici daşına nə vaxtsa endirilmiş olan, yəni yazılmış olan proqramı açırıqsa, bu olur yüklənmə. Məsələn, telefonumuz tutaq ki, sönüb. Biz telefonun yanına basan kimi o saniyə açılmır ki, elə deyir, gözləyirik ki, bir neçə saniyə keçir, yəni telefon deyir, bir özünə gəlsin. Və yaxud da ki, kompüterimiz düyməni basan kimi açılmır ki, bir neçə saniyə, ola bilər ki, dəqiqə onun yüklənməsi gedir. Yəni ona deyirik ki, proqramın yüklənməsi, sistemin yüklənməsi. Misal üçün, YouTube bizdə yüklüdür. YouTube'un üstünə basan kimi o saniyə açılır, yox, 1-2 saniyə gözləyirik, YouTube'un loqosu gəlir və s. O, YouTube'un xarici yaddaşdan əməl yaddaşa yüklənməsi prosesidir. Endirmə nə olur? Mən girirəm, tutaq ki, App Store-dan, Play Store-dan, hardansa nəysə bir proqram, ya oyun, ya hansısa bir proqramı əlavə edirəm, endirirəm telefonuma və ya kompüterimə. Bu olur endirilmə. Yəni, və yaxud da ki, quraşdırılma, tətbiqin quraşdırılması və ya endirilməsi. Deməli, deyir ki, proqramın yüklənməsi də nəzərdə tutulur? Proqramın xarici yaddaş qurğusundan əməli yaddaş qurğusuna köçürülməsi nəzərdə tutulur. Yəni, zaten proqram bizdə endirilmiş vəziyyətdə, quraşdırılmış vəziyyətdə, yəni var, xarici yaddaşımızda var. Biz onu açanda əməli yaddaşa düşür. Buna deyirik ki, proqramın yüklənməsi. Bəs proqramın quraşdırılması deyilikdə nəzərdə tutulur və yaxud da ki, endirilmək. Dedik ki, onu hər hansı, deməli, hər hansı bir yerdən kompüterimizə əlavə eləmək nəzərdə tutulur. Burada hansı deməli variant uyğun gəlir? A variantına baxın. Onun hər hansı xarici daş qurğusundan və ya internetdən proqram fayllarının kompüterə köçürülməsi və quraşdırılması nəzərdə tutulur. Bu olur A variantı. Sonra 3. Kompüter yandırılan vaxt avtomatik işə düşən proqramlara biz deyirik rezident proqramlar. 3 olur C variantı. Bilmirəm, bu arxada ağlaşma səsləri burada düşür ya yox. Əməliyyat sistemləri nələrə aiddir? Əməliyyat sistemləri aiddir. Deməli, servis proqram, üzr istəyirəm, baza proqramlara aiddir əməliyyat sistemləri. Tətbiqi proqramlar aiddir. Konkret məsələnin həlli üçün nəzərdə tutulmuş proqramlar. Misal üçün, nəşriyyat proqramları, yazı proqramları, cədvəl proqramları, tutaq ki, qrafik redaktorlar aiddir. Musiqi dinləmək üçün proqramlar aiddir. Mühasibat proqramları aiddir. Verilənlər bazasının idarəetmə sistemlərində olan proqramlar aiddir, tətbiqi proqramlara. İnstrumental proqram təminatına aiddir, proqramlaşdırma dilləri ilə bağlı olan alətlər, proqramlaşdırma alətləri aiddir. Sonra baza proqramları, məsəl üçün, əməliyyat sistemləridir, əməliyyat örtükləridir, hansı ki, olmazsa olmazlar. Servis və xidmət proqramları isə müəyyən xidməti işləri yerinə yetirən proqramlardır. Misal üçün, arxivatorlar, diaqnostika proqramları, antiviruslar və s. və ilaxır. Keçək 5-ci suala baxaq. Utilitlər nəyə aiddir? Dedik ki, utilitlər xidməti proqramlara aiddir. Köməkçi proqramlar. Driverlər nədir? Driver periferiya qurğularının işini idarə edən xüsusi xidməti proqramlardır. Misal üçün, mən kompüterimə printer qoşuram, onun bağlı işləri görən, göstərən driverlərdir. Proqramlar kompüterin işini idarə edən proqramlardır. Kompüterin işini idarə edən proqramlar əməliyyat sistemləridir. Təqdimat proqramları təqdimat yaratmaq üçündür. Misal üçün, PowerPoint. Mətn redaktorları mətn yaratmaq üçündür. Cədvəl prosesorları cədvəl yaratmaq, onları redaktor eləmək üçündür. Antivirus proqramları da virusların aşkarlanması və təmizlənməsi üçün istifadə olunan proqramlardır. Əməliyyat sistemləri isə kompüterin demək olar ki, özəyidir. Arxivatorların əsas iş prinsipi nədir? Arxivatorlar, deməli, hansısa bir verilənin, informasiyanın, faylın məzmununu, məqsədini, əksini əldə etmədən onun həcmini azaldır. Yəni, hər şey olduğu kimi qalır, sadəcə onu sıxışdırır. Sıxışdırıb həcmini azaldır. 8 olacaq Y variantı. Harada win, zip, rar, sonra jar, bunların özünün uzantılarını və s. gördük. Biləcəyik ki, söhbət, bilməliyik ki, söhbət arxivatorlardan gedir. Deyir ki, biri əməliyyat sistemi deyil. Burada, deməli, nə əməliyyat sistemi deyil burada? Windows əməliyyat sistemidir, MacOS əməliyyat sistemidir, MS-DOS ilk yaradılan deməli, əməliyyat sistemidir, hansı ki, orada verilənlər mətn formasındadır. Linux əməliyyat sistemidir, MS Corporation isə əməliyyat sistemi deyil. 10-cu sual. Əməliyyat sistemlərini seçin deyir. Deməli,
Burada PowerPoint təqdimat proqramıdır. Sonra Windows belə bildiyimiz pəncərələrdir. Safari axtarış sistemidir. Deməli, Ubuntu, Solaris, Linux, Unix, Windows 1, 3, 4, 6, 9 D variantı. Onlar əməliyyat sistemləridir. 11-ci suala baxırıq. Deyir ki, servis proqramlara aid deyil. Servis proqramlara aid olmayan burada nə var? Deməli, burada var əməliyyat sistemləri. Əməliyyat sistemləri baza proqramlara aiddir. Ancaq antiviruslar, arxivatorlar, disk defragmenter, disk cleanup bunlar servis proqramlara aiddirlər. Antivirus proqramlarını seçin deyir, elə adı üstündə. Buradan bunlar. Ubuntu dedik ki, əməliyyat sistemidir. SuperCalc Excel kimi cədvəl redaktorudur. Solaris əməliyyat sistemidir. Deməli 1, 4, 6. Semantic Norton antivirus, Kaspersky və McAfee, VirusScan bunlar üçü də antivirus proqramlarıdır. 1, 3, 6. üzr istəyirəm, 1, 4, 6. Bu 4-dür, bunu hiç görmüşəm. 1, 4, 6 C variantı. Kompüterə qoşulmuş xarici qurğunun driverini avtomatik olaraq yükləyən texnologiya necə adlanır? Avtomatik olaraq yükləyən proqram texnologiya plug and play-dir. Yəni qoş və işlə. Hər dəfə tanıtmaq zorunda deyirsən. Bir dəfə tanıdı kompüterin həmin o deməli xarici qurğunun driverini, xarici qurğunu. Hər dəfə onu tanıtmaq məcburiyyətində deyirsən. Qoşursan avtomatik olaraq işləyir. 14 uyğunluq müəyyən eləyin. Sistem proqram təminatı, tətbiqi, proqramlaşdırma. Dedik ki, deməli sistem proqram təminatı nə oldu? Arxivatorlar, utilitlər, köməkçi proqramlar, antiviruslar və s. və axır. Deməli buralara sistem proqram təminatına nələr aiddir? Arxivatorlara aiddir. Birə gəlir C. Başqa nəsə gəlir? Bir də birə elə gəlir C. Bir də Y. C, Y. Sonra tədqiqi proqramlara aid idi. Konkret məsələnin həlli üçün nəzərdə tutulan proqramlar, məsələn, nəşriyyat sistemləri, qrafik redaktorlar. Proqramlaşdırma alətlərinə də aiddir translator. Nədir translator? Translator ilkin proqramı maşın dilinə çevirən deməli proqramlardır. Translatorlar, yəni çeviricidir də. Ancaq bizim bildiyimiz o Google Translate, Dilmanç kimi çevirici yox. Yəni bir dildən başqa dilə yox, proqramı maşın dilinə çevirən. Bizim yazdığımız proqramı maşın dilinə, yəni kompüterin anladığı dilə çevirən proqramlardır. Yəni onu tərcümə edən proqramlardır. Translatorlar iki cür olur. Biri var kompilatorlar, biri var interpretorlar. Kompilatorlar türkçədə bir söz verək komple. Yəni bir şey komple eləməkdir, yəni bütöv eləmək. Yəni kompilator komple eləyir. Bütöv proqramı siz yazırsınız, bütöv formada çevirir. Interpretor isə sətir-bə-sətir çevirir. Yəni siz bir sətir əmri yazırsınız, onu çevirir. Sonra növbəti sətir belə-belə sətir-bə-sətir çevirə-çevirə gedir. Ancaq kompilator bütöv çevirir. Yəni translatorda olduğu proqramlaşdırma alətlərinə aid proqram. Deməli 1CY, 2BD, 3A, 14 oldu C variantı. Düzmü yazdıq? 1CY, bəli, 3BD, 2BD, 3A. 15-də deyir ki, bir utilit deyil. Deməli disk defragmenter utilitdir. Yeni disk defragmenter. Çalışacağım hər bir variantı, yəni bacardığım qədər təhlil edelim ki, yadınızda qalsın. Defragmenter sözünü görən kimi optimallaşdırma sözü yadınıza düşsün. Optimallaşdırır diski. Yəni necə səpələnmiş, dağınıq olan faylları sərgə ilə yığır. Ən optimal variantda sərgəli formada yığır. Utilitdir. Scan disk diskdəki səhvləri yoxlayır, aşkarlayır. Deməli utilitdir. Sonra task manager işləyən proqramları göstərir, onların işini idarə eləyir. Və əksər vaxt task manager yəni bir alət kimi, alətdir də belə deyək, utilitdir. Disk cleanup-da nə edir? Lazımsız fayllardan təmizləyir, lazımsız işləməyən faylları silir. Drag and drop isə proqram deyil. Drag and drop nədir? Misal üçün, nəyisə tutub sürüklüyür ya, tutaq ki, ekranda belə göstərim. Məsələn, mən burada Play Store tutdum, aparıb ekranın harasınasa qoyuram. Bax, bu drag and drop-dur. Yəni bir funksiyadır. Yəni o proqram deyil. Deməli, burada olacaq drag and drop. 15 oldu. Y variantı. 16. Bu proqramlar kompüterin ayrı-ayrı qurğularının iş qabiliyyətini yoxlayır, onların işləməsinə nəzarət eləyir. Deməli, iş qabiliyyətini yoxlayan, onların işləməsinə nəzarət edən proqram nədir burada? Kompüterin diaqnostik proqramlarıdır. A variantı olacaq. Dedik ki, disk defragmenter. Defragmenter sözünü görən kimi optimal sözü. Harada var optimal sözü? Buradadır. A variantı. Deməli, disk defragmenter
proqramı vasitəsilə diskə səplənmiş fayllar optimal şəkildə yeni yerlərə yazılırlar, yəni səliqə ilə düzülürlər. 18. Tətbiqi proqram təminatına aid deyil, proqramlaşdırma dilləri. Proqramlaşdırma dilləri instrumental proqramlara aiddir. Bizdən soruşur, mətn redaktorlarını seçin. Deməli, mətn redaktorları multi-edit mətn redaktorudur. OpenOffice Calc bu cədvəldir. Sonra OpenOffice Impress bu təqdimatdır. Quattro Pro bu da cədvəldir. 1, 3, 4. Bunlar mətn redaktorlarıdır. 19 oldu B variantı. 20. Deyir ki, əməliyyat sistemi ilə bağlı doğru deyil. Kompüterin əsas proqramıdırmı? Bəli. Əməliyyat sistemi olmasa ki, kompüterimiz açılmaz. Kompüter proqramlar arasında qarşılıqlı əlaqə yaradır. Deməli, bəli, demək olar. Yəni, biz proqramlar harada görürük? Əməliyyat sistemində görürük də. İstifadəçi ilə kompüter arasındakı interfeysi təmin edir. Bəli. Y variantı deyir ki, tətbiqi proqramların icrasını təşkil edir. Bəli, bizim yəni istifadə etdiyimiz hər şey əməliyyat sisteminin üzərində qurulmuş olur. Məsələn, proqramlar var ki, onu tutaq ki, iOS dəstəkləyir, amma Android dəstəkləmir və s. Yəni, bizim istifadə etdiyimiz bütün proqramlar və s. əməliyyat sisteminin üzərində qurulur. D variantı deyir ki, kompüteri enerji ilə təmin edir. Yox, axı, əməliyyat sistemi kompüteri enerji ilə təmin eləmir. Onu eləyən nədir? Batareya qurğulardır. Elədir, qurğu olaraq. 21. Verilənlərin sıxlaşdırılması üçün istifadə olunan proqramlar, deməli, arxivləşmə proqramlardır, arxivatorlar. 22. Aşağıdakı hansı sistem proqram təminatının, servis proqram təminatına aiddir? Burada C variantıdır. Paint qrafikdir. Deməli, Microsoft Access verilənlər bazasının idarə etmə sisteminə aid proqramdır. Notepad yazı proqramıdır. CorelDRAW da qrafik redaktordur. Disklanıb isə dedik ki, utility servis proqramıdır, yəni. 23. Yeniyirdi, disk lazımsız deməli şeyləri silirdi, faylları təmizləyirdi. 22 oldu C variantı. 23. Aşağıdakı hansı verilənlər bazasının idarə etmə sisteminə aid deyil, yəni VBIS deyil. Burada Excel-dir. Microsoft Access VBIS-dir. Oracle VBIS-dir. MySQL VBIS-dir. SQL Server VBIS-dir. Excel isə cədvəldir. 24. Elektron cədvəllərə aid deyil, OpenOffice Impress. Microsoft Excel-dir. Lotus 1-2-3-dür, OpenOffice Calc-dır, SuperCalc, ümumiyyətlə Calc gördüyünüz şeylər bilin ki, əsas deməli, onlar elektron cədvəllərdir. Ancaq OpenOffice Impress qrafik redaktorlara aiddir. Deyəsən, OpenOffice Impress-ə mən qrafik dedim. Yəni, qrafik yox, təqdimat yaratmaq proqramıdır, təqdimat proqramı. PowerPoint kimi, məsələn, təqdimat proqramıdır. Yəni, qrafik dedimsə. 25. Elektron cədvəllərə aiddir. Elektron cədvəllərə aiddir Quattro Pro. Bu qrafik redaktordur, yazı proqramıdır. Bu da deməli, təqdimat hazırlamaq üçün proqramdır. Bu da qrafik redaktordur. 26. Təqdimat proqramlarını seçin. Təqdimat proqramlarını seçin. OpenOffice Impress, Microsoft PowerPoint, Movie Maker. Sonra Quattro Pro dedik ki, cədvəldir. Writer yazdı. Bir də Python. 1, 2, 3, 4. 26 oldu A variantı. 27. Microsoft PowerPoint-də hazırlanan fayl təqdimat adlanır. Microsoft PowerPoint deyən kimi ümumiyyətlə ağlımıza slide gəlir. Slide o təqdimatın parçalarıdır. Ümumi yaradılan fayl isə təqdimat adlanır. Prezentasiya. 28. Aşağıdakılardan hansı qrafik redaktor deyil? Aşağıdakılardan hansı C variantı? Paint qrafik redaktordur. Adobe Photoshop, CorelDRAW, TuxPaint bunlar hamısı qrafik redaktordur. Ancaq PowerPoint dedik ki, təqdimat proqramıdır. 29. Təqdimatın hər bir ayrıca səhifəsində nə deyirlər? Dedik ki, slide deyirlər. 30. Əsasən mövcud layihələr, mövcud təsvirlər üzərində işləyən qrafika adlanır raster qrafika. Yəni, sıfırdan yaratmırıq. Da zaten var olan qrafikanın üstündə işlər aparırıq. 31. Obyektləri yaratmağa imkan verən qrafika isə vektor qrafikadır. Bundan biz keçmişdik harada? Qrafik informasiyanın kodlaşdırılmasında bəhsləmişdik bu haqda. 32. 3D görünüşə malik daha canlı təsvir almaq üçün istifadə olunan qrafika adlanır 3D. 3 ölçülü qrafika. Raster qrafikasına ayrılanları, bunu da biz əsas keçmişik lap əvvəldən harda? Qrafik informasiyanın kodlaşdırılmasında. Bölmə 3-də. Deməli, 33.
rastra ayrılanları seçirik. Burada rastra ayrılanlar nə var? TuxPaint var. Adobe Photoshop var. Bu MySQL dedik ki VBS'ə aiddir, getdi. Sonra 1, 2, bir də nə var burada? Painter var. 1, 2, 6, 1, 2, 6, 1, 2, 6, 33 D variantı. 34. Yəni raster qrafikasına aid deyil. Dedik ki, hansı aid olmayacaq? 34-də Illustrator aid olmayacaq. 35. Vektor qrafikasına aid olanlardan istəyir bizdə elə freehand. Görən kimi Macromedia freehand, Adobe freehand. Üç ölçülü qrafikaya aid olan proqramları seçin. Üç ölçülü qrafikaya aid olanlar. Biri SketchUp proqramıdır. Sonra OpenOffice Org proqramıdır. Quark Express Hatch. Sonra Maya. Bunların hamısını biz dediyim kimi bölmə üçdə keçmişdik. Uyum mühasibatdır. Polyglot lüğət proqramıdır. 1, 2, 4. Bir də ZBrush. 1, 2, 4, 6. 37. Bunların hamısı tərcümə proqramlarıdır. Lüğət və tərcümə proqramlarıdır. 37 Y variantı. 38. Sənədlərin nəşrə hazırlandığı proqramlar nəşriyyat sistemləridir, adı üstündə. Nəşriyyat sistemlərinə aid olanları seçin. Deməli, Quark Express, PageMaker, Publisher, Polyglot, Oxford, bunlar deməli oldular lüğət tərcümə proqramları. ZBrush oldu qrafik redaktor. Sonra 1, 2, 4, Adobe InDesign var. 1, 2, 4, 8, bir də Scrabis var. 1, 2, 4, 6, 8, 1, 2, 4, B variantı 39, B. Mühasibat proqramları 1C Smart Uyum. 1C Smart Uyum. Bu proqramlar böyük həcmli verilənləri əmələ etmək üçün istifadə olunur. VBS verilənlər bazasının idarəetmə sistemləri. Oracle proqramı da VBS-ə aid proqramlardan biridir. Deməli, VBS-də verilənlər bazasının idarəetmə sistemlərinə aiddir. Deyir ki, verilənlər bazasının idarəetmə sistemlərinə aid olan proqramları seçin. Deməli, burada database-dir. Uyum dedik ki, mühasibat proqramlardır. Basic proqramlaşdırma dilidir. Sonra MySQL verilənlər bazasına aiddir. PageMaker dedik ki, nəşriyyatdır. Quark Express nəşriyyatdır. Foxbase-dir, Oracle-dır. 1, 4, 6, 8, 1, 6, 7, 8, 1, 6, 7, 8 D variantı. 44. Sistem və tətbiqi proqramları yaratmaq üçün biz proqramları nə ilə yaradırıq? Proqramlaşdırma dilləri ilə, proqramlaşdırma alətlərinə yaradırıq da. Onlar da nəyə aiddirlər? İnstrumental proqramlara aiddirlər. Basic, Pascal, C++ kimi bunlar hamısı aiddirlər proqramlaşdırma dillərinə, proqramlaşdırma alətlərinə. Python logo həmçinin. Proqramlaşma dillərində ilk olaraq yazılmış proqram necə adlanır? Bayaq da dediyim kimi ilk yazılmış proqram ilkin proqramdır. Mütləq proqram nədir bəs? Mütləq proqramı isə kompüterdə maşın dilindəki proqrama deyirlər. Yəni biz kodlaşdırırıq, bax odur. Aşağı səviyyəli dillər. Aşağı səviyyəli dillər Assembler, Octocode, bunlar aşağı səviyyəli dillərdir. Yuxarı səviyyədir. Sonra Basic yuxarı səviyyəlidir. Yüksək səviyyəli dillər nələrə aiddir? Aid deyil deyir. Aid olmayan nədir? Burada dedik ki, Assembler aşağı səviyyəli dildir. Uyğunluğu müəyyən edin. Aşağı səviyyəli dillər, yuxarı səviyyəli dillər. Dedik ki, deməli Octocode, Assembler bunlar aşağı səviyyəlidir. 1B, HTML-dir. Sonra Basic-dir, COBOL-dur. Nə var burada? A, C, D. Bunlar da yuxarı səviyyəli dillərdir. B, Y, A, C, D, 50 oldu C variantı. 51-ə baxırıq. Hansı proqramlar kompüterə qoşulmuş qurğuların işini irəliləyir? Bayaq da dedik ki, bunlar driverlərdir. 52. Təkliflərdən doğru olanları seçin. Assembler, Octocode yuxarı səviyyəli dillərdir. Bunlar dedik ki, aşağı səviyyəli dillərdir. Ona görə 1 getdi, səhvdir. BIOS proqramı kompüterin daimi yaddaşında saxlanır. Bəli, BIOS ROM-da saxlanılır. Bu düzdür. BIOS proqramı kompüterin xarici yaddaşında saxlanılır. Yox, bu səhvdir. Raster vektor qrafik redaktorlar tədqiqi proqramlara aiddir, düzdür. Verilən axirləşdirilməsi, sıxışdırılması, fayl və ya qovluğun həcminin azaldılması prosesidir, bəli.
2, 4, 5. Burada olacaq A variantı. 52A. 53. Deməli, kompüterin əsas başlıca proqramlardır. Olmazsa olmazlardır nələr? Əməliyyat sistemləri. 54. Verilənlərdən hansı proqramlaşdırma dillərinə aid edilir? Burada deməli Basic dedik ki, proqramlaşdırma dilidir. Driverlər aid nələrə? Əlbəttə ki, xidmətə proqramlara. Tətbiqi proqramları seçin. Tətbiqi nə idi? Konkret məsələnin həlli üçün nəzərdə tutulan proqramlar. Nə bilim, yazı, cədvəl, VBIS, nəşriyyat, mühasibat, qrafik redaktorlar və s. və axır. Logo deməli proqramlaşdırma alətidir, instrumental proqramlara aiddir, getdi. Linux əməliyyat sistemidir, sistem proqram təminatına aiddir, getdi. Windows əməliyyat sistemidir və o da sistem proqram təminatına aiddir, getdi. 1, 4, 5 çıxdıq. 2, 3, 6. OpenOffice Calc, deməli bu oldu cədvəl tətbiqiyə aiddir. Bu oldu qrafik. Deməli, qrafik oldu, aiddir tətbiqiyə. Oracle VBIS proqramıdır, aiddir tətbiqiyə. 57. Antiviruslar proqram təminatının dedik ki, nəyinə aiddir? Xidmətə proqramlara, servis proqramlara aiddir. Kompüter xidmət göstərilməsi, qurğuları və proqramların yoxlanması və köklənməsi, texniki əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulan proqramlar adlanır xidmətə proqramlar. 59. Hansı əməliyyat sistemidir? Burada MS-DOS əməliyyat sistemidir. MS-DOS-da misal üçün biz kompüteri açırıq, ekranda piktoqramlar var. Hər şey belə balaca şəkillərlə göstərilib, elə deyil, balaca pəncərələrlə. Ancaq MS-DOS-da hər şey yazı iləndir. Hər şey yazı ilə idi. İlk əməliyyat sistemlərindəndir MS-DOS. Biri xidmətə proqrama aid deyil. Xidmətə proqrama aid olmayan nədir burada? Burada C-dir, proloq. Proloq, deməli, nədir proloq? Proqramlaşdırma dilidir. Qalan driverlər, BIOS, WinZip, arxivatordur, antivirusdur. Bunlar aiddirlər xidmətə proqramlara. Ancaq proloq instrumental proqram təminatına aiddir. Uyğunluğu müəyyən eləyin. Sistem proqram təminatı. Sistem proqram təminatına nələrə aiddir? Viruslar, əməliyyat sistemləri, utilitlər, driverlər. Deməli, Android əməliyyat sistemidir. Deməli, sistemə aiddir. 1-ə gəlir A. 1-ə gəlir A. Antivirus, B antivirusdur. Deməli, o da gedir 1-ə, sistem proqram təminatına. PowerPoint təqdimat proqramıdır. Tətbiqiyə aiddir. 2-yə gedir C. OpenOffice Calc, deməli, Java proqramıdır. O da gedir tətbiqi proqram təminatına. WinRAR arxivatordur. O da gedir 1-ə. 1A, B, Y, 2C-dir. 1A, B, Y, 2C-dir. Bu da belə. Rahat mövzudur, bu çətin deyil. İndi bunun timdə izahını paylaşacağım. Əzbərçi bölmədir. Proqramların adını əzbərləmək lazımdır ki, düşəndə bilək hansı proqram nəyə aiddir. Düşünürəm ki, bu tətbiqi proqram təminatı nə deməkdir? Sistem proqram təminatı nə deməkdir? İnstrumental proqram təminatı nə deməkdir? Bunları bilsək və bir də hansı proqram nə işə yarayır onu bilsək, yəni burada başqa elə çətin bir şey yoxdur, elə bir qaydası da yoxdur bu mövzunun. Misal üçün, sosial şəbəkələr nəyə aiddir? Tətbiqi proqramlara. Çünki orada bir ünsiyyət və s. Sosiallaşmaq üçün nəzərdə tutulan proqramdır. Dedi ki, tətbiqi proqram təminatı konkret məsələlərin həllində rol oynayan proqramlardır. Hansılar oldu? Nəşriyyat, yazı, cədvəl, VBIS, mühasibat proqramları, qrafik redaktorlar, ta ki, mahnı musiqi dinləmək üçün istifadə etdiyimiz proqramlar, sosial şəbəkələr, lüğət proqramları, tərcümə proqramları, nəşriyyat proqramları. Bunlar aid oldu tətbiqi proqramlara. İnstrumental proqramlar oldu proqramlaşdırma dilləri və proqramlaşdırma alətləri. Sistem proqram təminatında aid nələr? Driverlər, utilitlər, əməliyyat sistemləri, əməliyyat örtükləri, antiviruslar, arxivatorlar, yəni köməkçi bütün proqramlar, kompüterin işini idarələyən proqramlar oldu sistem proqram təminatı. Bu qədər uşaqlar. Ümid edirəm ki, hər kəsə aydın olar. Ümid edirəm ki, işinizə yarayar bu video. Allah hamınıza zehin açıqlığı versin. Sağ olun. Videonu bəyənməyi və rəy bildirməyi unutmayın.